Azərbaycanın bir sıra ərazilərində 15 dəqiqəlik şəhər konsepsiyası tətbiq olunacaq. Bu yanaşmaya əsasən sakinlər yaşadıkları ərazidən uzaqlaşmadan maksimum 15 dəqiqəlik məsafədə alış-veriş, səhiyyə, təhsil, istirahət və digər əsas xidmətlərdən yararlana biləcəklər. 15 dəqiqəlik şəhər prinsipi bu gün kifayət qədər tanınan, populyar prinsiplərdən biridir şəhər salmada. Belə demək olarsa bir trenddir və əlbəttə ki, müasir dövrdə hazırlanan bütün ərazi planlaşdırılması sənədlərinə tətbiq edilir. 15 dəqiqəlik şəhər prinsipi həm də şəhərlərdə çox mərkəzliliyi təbliğ edən bir prinsipdir. Yəni, bütün xidmətlər eyni mərkəzdə cəmləşmir, əksinə şəhər ərazisi üzrə paylanır və beləliklə şəhər ərazisinin istənilən hissəsində yaşayan insan rahat şəkildə gündəlik xidmətlərdən yararlana bilir, zəruri olan yerlərə çox rahat şəkildə çata bilir. Ölkəmizdə 15 dəqiqəlik şəhər konsepsiyasının tətbiqinə ilk olaraq işğaldan azad olunan ərazilərdə başlanılıb. Demək olar ki, bütün azad olunmuş şəhərlərə biz buna aid edə bilərik və artıq real nümunələri də biz görürük. Baş planlar icra olunmaq üzrədir, artıq ilk yaşayış məhəllələri tikilir, bəzi şəhərlərdə artıq istifadəyə verilib, həmçinin təhsil ocaqları tikilir və əgər biz fikir versək, məsələn, Zəngilanda tikilməkdə olan yaşayış məhəlləsi, Kəlbəcərdə artıq tikilmiş yaşayış məhəlləsi çox kompakt şəkildə təhsil ocağı həmin yaşayış məhəlləsinə yaxın yerləşdirilib və növbəti mərhələdə formalaşacaq inzibati mərkəz, hansının ki, hal-hazırda layihələndirməsi gedir. Bu iki şəhər timsalında deyə bilərik ki, yaşayış kvartallarına çox yaxın yerləşib. 15 dəqiqəlik şəhər prinsipi həm də yavaş hərəkət strategiyasını təşviq edir ki, bunun da bir sıra faydaları var. Bu şəhərlərdə məktəblərin, iş yerlərinin, tibb müəssisələrinin 15 dəqiqəlik məsafədə yerləşməsi ilə həmçində bu mobilliyin də optimal təşkilinə gətirib çıxaracaq. Yəni, piyada, mikromobillik həmən məkanlara getmə imkanı yaranır. Bu da ümumi şəhərin həm mühitinə, həm ekoloji durumuna birbaşa təsir edir. Ekspertlər hesab edir ki, 15 dəqiqəlik şəhər konsepsiyasının tətbiqi eyni zamanda nəqliyyat intensivliyinin və tıxacların da azalmasına şərait yaradacaq. Beləliklə, şəhər artıq məsafə ilə deyil, zamanla ölçüləcək və bu zaman 15 dəqiqə olacaq.